Bilirsiniz ki, bu Bakının özündə nə qədər alimlər, müştehidlər olub. 1931-də mərhum Ayətullah Şeyx Əbdülğəni Badkuvi, inşallah borcum olsun, günlərin birində sizə bir qısaca məlumat verərəm bu kişidə. Görərsiniz ki, kişi kimə deyər? Mömin görərsiniz kimə deyər? Əhl-i Beytə Əlinin şiəsi görərsiniz, yəni kim? Şeyxdən sizə inşallah danışaram. Şeyx-ü Şühədai Qəfqazdan. O gecə ki, Şeyx Əbdülğəni ağanı burada dəstgir eləyirlər, yaxalayırlar kommunistlər, 30 dənə müştehidi, bax bu, Bakıda dəstgir eləyirlər. Hamısının adi, sani hamısı məndə var. Onlardan bir nəfər fəqət qaçır. Bəli? Bəli, hamısının şəkli məndə var. Onlardan bir nəfər fəqət eləyə bilib, o 30 nəfərin içindən qaçaq hissəsi var. O da Ayətullah Seyyid Muhammed Badkuvi idi ki, gedib Təbrizdə yaşayıbdı. 100 neçə yaşında da rəhmətə gedibdi. Bəli, yaxalanıb da. Biləsiniz ki, maraqlıdır ki, bu 30 dənə müştehid bir dənə Bakıda ha. Təəccüb eləməyin ha. Bunlar hamısı Nəcəf alimi. Hamısı Seyyid Muhammed Kazım Təba-Təbai Yəzdinin şagirdi. Axund Xurasaninin şagirdi. Mirzə Həbibullah Rəşdinin şagirdi. İla maşallah. Bu cəmaatın istedadıdır bu. Əvvəla inancıdır, hədəfləridir. Nəyin üstündə bu cəmaat? Canın, malın, varın, hər nəyin qoyubdur. O birisi tərəfdən nə qədər istedada malikdirlər. Çox əcib sözdür ya bu söz. Bəd Bakının qəsəbələri, Nardaran, Məşdağa, Nimdünəm, Güradildə, Mirzəli ağa, harda kim, harda ətraf doludur. Və təkcə bura ixtisası yoxdur. Lənkərana bax, Gənciyə bax, Qərabağa bax, hara-hara. Bunların çoxunun asarı qalır bu alimlərin. Yazıları qalır. Qərabağda Ayətullah Molla İsmail Qərabağı bir böyük sahibi kəramat bir alim. Əl'an onun yazıları Ayətullah Şəhid Seyyid Muhammed Əli Qazi Təba-Təbai Təbrizin Şəhid İmam Cüməsinin kitabxanasındadır və onun da ustadı olubdur. Şeyx İsmail ağa. İnşallah biz hamısı borcum olsun, bir vaxt bunlardan sizə danışarım. Bu alimlər, bu cəmaatın kökü, inancı, keçmişidir. Əl'an təzəlikdə Məşdağada, bu Məşdağa seyidləri ki var, bunlar Hüseyni çox mühüm, həsəbli-nəsəbli seyidlərdilər. Ev yıxan seyiddir, bir kəlmədə qutarım sizi. Bilirsiniz də, seyid açan ev yıxan olayı. O zaman ki, səhihun nəsəb olayı, ona birdən cəsarət sad eləsən, evin yıxılar. Bəli? Ağır seyidə. Mir Əbdülğəni ağa, Ayətullah Mir Əbdülğəni ağa 1925-də rəhmətə gedib. Onun atası Seyyid Yusif ağa. Əlan qəbristan, zadın, Məşdağanın qəbristanında bunların hamısının qəbri var. Seyyid Məhəmməd ağa, axı o seyidlər bir dəfə təkdə seyid, yox, alim, müştehid seyid. Onlardan biri Seyyid Mir Badkuvi idi. Bu Seyyid Mir Badkuvi 20 neçə yaşında gedib Nəcəfə. Orada nədir dərs oxuyub, nədir indi görkəmli olub, Ayətullahil Uzma Ağa Seyyid Əbülhəsən İsfahani mərcə-i təqlidin qızını alıb. Bərəkanla, uşaqda zirəhlicə baxı. Məşdağadan durub gedəsən, Nəcəfdə mərcə-i təqlidin qızını alasan. Bu buzurcavar Nəcəfdə qalıb. Orada da yaşayıbdır, orada da alim olub, müdərris olubdur və rəhmətə gedib. Onun oğlanları ikisi Əl'an Tehrandadır. Biri Ayətullah Ased Cavad ağa Mir Səccadi Badkuvi, biri Ayətullah Seyyid Muhammed Hüseyn Mir Səccadi Badkuvi. Ased Cavad ağa təzə rəhmətə getdi. 1918-də doğulub və Əl'an 40-ı çıxmayıbdır bu kişinin Əl'an. Yəni, bu, mən də onları gedib görmüşəm, itfaqən o oğluna Ased Məhəmməd Hüseyn ağaya ilə bu cür zarafat eləydim. Dedim, atoz nə zirəng oğlanıymış, gedib orada mərcəyə təqlid qızını alıb. Bu cəmaətin o istedadının, istəklərinin, o qüvvələrinin, onların hamısının güzgüsüdür. Bir milləti nə ilə tanımaq olar? Alimi ilə. Bir milləti doğru nə ilə eləmək tanımaq? O istedadları ilə. Və keçmişdə elə bu cür idi. Sən geçsəydin İsfahanda da dolu idi aliminə, Şiraz da o cür idi, Təbriz də o cür idi.
Zəncan da o cür idi. Ərdəbil də o cür idi. Ayətullah Bəhçət buyurdular, bir zaman var idi Ərdəbildə, Zəncanda elə alimlər var idi ki, hər kimsə onlara, o iki şəhərə getsəydi dərs oxumağa, kamil olardı elmidə, əməldə qədərdi. Və siz belə fikirləməyin, Lənkəran az yerdi ya. O qədər buradan müştehidlər, alimlər, böyüklər, hələ qalıbdı şairləri, ədibləri filan. Bax, bu yerlərdən çıxıb, qalxıb.